90 gün ərzində Azərbaycanla böyük avtomobil ixal şirkətini qururuq gün 11. Səhər tezdən ilk işim zala yollamaq olur. Bugün Mustafa ilə bir yerdə sinəyə və qola işləyəcək. Arada Mustafa çəkiləri rahat qaldırsın deyə bu şəkildə motivasiya verdiyim belə olur. Tələsmə qaqa, tələsmə! Mınam yoxdur qaqa, mınam yox! Budur! Zarafat qalsın qırağa 1 saat yarımlıq idmanımızı qurtardıqdan sonra birbaşa şirkətə yollarıq. İlkin olaraq həmişəki kimi ofisə gələr-gəlməz müştərilərdən gələn zənglər və mesajları cavablayırıq. Əlavə olaraq bu günləri Kia Sorento üçün müştərimiz ofisə yaxınlaşacaqdır. Müştərilərlə görüşüb danışdıqdan sonra sosial media hesablarımızda paylaşmaq üçün videolar hazırlayırıq. Gördüyünüz bu videolar növbəti həftələrdə sosial media hesablarımızda paylaşılacaq. Şirkətdəki çəkilişləri yekunlaşdıqdan sonra birbaşa avtosalona keçəcəm, çünki bir müştərimiz və bir izləyicimiz bu gün salona yaxınlaşacaq. Bu gün TikTokda canlı yayımlar açılacaq, ona görə öz maşınımı da salona yerləşdirirəm ki, müştərilərin gözü qarşısında olsun. Elə hazır canlı yayımda olarkən müştərimiz də salona yaxınlaşır, avtomobilə detallı şəkildə baxırıq, şəkillərini və videosunu çəkirik və sosial media hesablarımızda paylaşırıq. Gördüyünüz bu qardaş Ayxandır. Ayxan TikTok platforması üzərindən ikinci el avtomobillərin satışına məşğul olur. Bir müddət əvvəl məni Instagram üzərindən izləməyə başlayıb da Ayxan satışda artırmaq üçün belə bir avtosalona ehtiyacı var idi. Mən də əlimdən gələn qədər köməklik eləməyə çalışıram. Daha sonra isə respublikadakı bütün tıxaclara düşə birbaşa evə yollanıram.